Salam, bugün güvən test toplusunda açıq tipli test tapşırıqlarının izahı. Birinci sual, kodlaşdırıcı sahəsi 210 nükleotiddən təşkil olunmuş məlumat erintisi əsasında sintez olunmuş polipeptid zəncir neçə amin turşusundan ibarətdir? Biz bilirik ki, kodlaşdırıcı hissədə stop kodlar nəzərə alınmır və triplet sayını tapmaq üçün 210 olan nükleotidi bölürük 3-ə, tapırıq 70 triplet. Bir triplet bir amin turşusuna uyğun olduğuna görə 70 triplet varsa, deməli 70 amin turşusu olar. Doğru cavab elə 70 olar. İkinci suala baxaq. DNT molekulunun bir zəncirində adenin və guanin və sitozin nükleotidlərinin cəmi adenin və timin nükleotidlərinin cəmindən 2 dəfə çoxdur. Bu DNT molekulunda 120 hidrogen rabitəsi olarsa, həmin molekulda adenin və timin nükleotidlərinin ümumi sayını tapın. Burada diqqət yetirdiyimiz zəncirdir. Əgər zəncirdə guanin və sitozin nükleotidlərinin cəmi adenin və timin nükleotidlərinin sayından çoxdursa, deməli, bax, bu zəncirdə neyinirik? Görürsünüz, 4 dənə olub, bu isə 2 ədəd. Və buna komplementar olaraq yazırıq. Burada hesabladıq ki, bunlar arasında 16 ədəd hidrogen rabitəsi var. Bizə isə şərtdə 120 ədəd hidrogen rabitəsi verib. Deyirik ki, 120 hidrogen rabitəsi olduqda x qədər adenin və timin var, bilmirik. Bəs 16 ədəd hidrogen rabitəsi olduqda molekulda adenin və timin nükleotidlərinin sayı nə qədər idi? 4 ədəd. Tapdıq 30 ədəd. Bizdə molekuldan soruşur. Yəni zəncirdən molekula gəldik. Diqqətli olaq. Digər üçüncü sual. Bir zəncirdə 9000 orta fosfat turşusu qalığı olan DNT molekulunda 4000 sitozin nükleotidi varsa, həmin molekulda adenin nükleotidlərin ümumi sayını tapın. Əgər orta fosfat turşusu qalığımız 9000-dirsə, bu deməkdir bir zəncirdə 9000 nükleotid var. Amma bizdə molekulda adenin nükleotidinin sayını soruşur. Molekulda deməli 18000, digərində də 9000 nükleotid, 18000 nə olar? Nükleotid ola bilər. Burada şərtdə verib sitozin 4000-də, guanin 4000-də, bundan çıxarıq 10000. 10000 isə adenin və timin nükleotidlərinin cəmidir. Onu yenidən 2-yə bölməklə 5000 taparam ki, adenin nükleotidi və yaxud da timin nükleotidi vardır. Doğru cavab 5000. Dördüncü sual. Əgər glikoliz prosesində 20 mol ATF sintez olunubsa, bu zaman neçə mol glukoza parçalanmağa məruz qalır? Glikoliz mərhələsi ikinci mərhələdə, oksigensiz mərhələdə 1 mol glukoza parçalanmağa məruz qaldıqda 2 mol ATF əmələ gəlir. Bəs 20 mol ATF əmələ gəldikdə nə qədər glukoza parçalanmağa məruz qalar? Təbii ki, 10 mol. Çünki moldan soruşur, 10 götürürük. Qramma soruşsa 180 qramdır. Mol desə sadəcə sayını 1 ədəd götürürük və bir rəqəmi heç vaxt reaksiyada yazılmır da, bir əmsal yazılmır. 5-ə baxaq. 45 amin turşusu qalığından ibarət olan sulalın nisbi molekul kütləsi nə qədərdir? 45-i sulan molekul kütləsini tapmaq üçün 45-i 110-a vurarıq, eləyər 4950. 6-cı sual. DNT-nin bir zəncirinin müəyyən hissəsində sitozin olmazsa, onda bu sahədə amin turşusu kodlaşdıran adeninlə başlayan maksimum neçə növ triplet olur? Kodlaşdıran deyir. Zəncirdə sitozin yoxdursa, deməli molekulda guanin, adenin, timin nükleotidləri olar. Onda 3/3 eləyər 27 triplet və bu 27 tripletin 9-u adeninlə başlayan, 9-u timinlə, 9-u guanin ilə başlayandır. Yəni 27-yi 3-ə bölüb bu 3 dənə nükleotid sayına bölməklə bilərik ki, 9-u adeninlə başlayır, 9-u timin, 9-u sitozinlə. Və adeninlə deyir ki, adeninlə kodlaşdıran tripletlərin sayı. Biz stop kodlarımızı yazmamışam burada. Əzbər bilməliyik ki, adenin, timin, timin, adenin, timin, sitozin, adenin, sitozin, timin. Bu bizim stop kodlarımızdır. Sitozin olmadığına görə bu stop kodlar yoxdur. Amma adenin, timin, timin olduğuna görə adeninlə başlayan dində 9-dan 1-i çıxarıq, 8 ədəd amin turşularının kodlaşmasında iştirak edər. Neçə növ triplet olar? 8 növ. 7-ci suala baxaq. Virusun müdafiə pərdəsinin hərəsi 100 amin turşusundan ibarət olan 100 zula molekulunu təşkil edir. Bu molekulların biosintez zamanı translyasiya prosesində neçə molekul su ayrıldığını hesablayın. Bax, virus pərdəsi interferon adlanırdı.
müdafiə pərdəsi interferon adlanırdı və hərəsi 100 amin turşusundan təşkil olunmuşdursa, 100 zolal molekulunda nə qədər amin turşusu olar? 100-ü 100-ə vuraraq eləyər 100.000 amin turşusu. Və burada transliyasiyada suyu soruşur. Amin turşularının sayını tapdıqda translyasiya zamanı N-1 düsturundan istifadə edirik. 9990 ədəd su olar. Dimdə də bu cür test var idi. Dimdə zolal molekulunu soruşurdu. Ona görə 100.000-i 110-a vururduq. Zolalın kütləsini soruşurdu. İndi isə suyu N-1 düsturundan istifadə edirik. Baxaq 8-ci sual. DNT molekulunun bir telində 60 adenin və 30 timin nukleotidi var. Bax, bir telində. Tel nə deməkdir? Zəncirdə. Əgər molekulun bu hissəsində cəmi 480 hidrogen rabitəsinin olduğunu nəzərə alsaq, bu molekulun bu hissəsində cəmi neçə nukleotid olar? Mərhələli bir olan məsələdir. Yəni, belə sayda göstərdiyinə baxma. Biz bilirik ki, diqqət yetirək. Zəncirdə dedik ki 60 adenin var, 30 timin və buna komplementar yazaraq ki 60 adenin, 60 timin, 30 adenin. Bu hissəni. Bu telə əsasən mən bunları yaza bilərəm. Və topladıq ki cəmi 180 ədəd adenin və timin nukleotidləri vardı. Biz 480 hidrogen rabitəsi var. Öncə 2 ədəd hidrogen rabitəsi əmələ gətirən molekul saysaq, tapsaq daha doğrusu biz Stoyzin və qanunu tapa bilərik. Bax, 2 dənə adenin və timin arasında, 2 nukleotid arasında neçə ədəd hidrogen rabitəsi var? 2 ədəd. Düzdür? 2 dənə nukleotid arasında 2 dənə hidrogen rabitəsi var. Yəni 2 nukleotid arasında 2 dənə hidrogen rabitəsi varsa, bəs 180 ədəd nukleotid arasında neçə hidrogen rabitəsi olar? Cavab elə eləyər 180. 480-dən 180-i çıxaram 300. 300 nədir? 3 ədəd olan hidrogen rabitələrin sayıdır. Burada da 2 dənə nukleotid arasında 3 ədəd hidrogen rabitəsi var. Düzdür? Bizdən qat söhbəti eləmirik. Sadəcə hidrogen rabitələrini deyirik. 2 nukleotid vasitəsilə 3 ədəd hidrogen rabitəsi yaranırdısa, bəs 300-də nə qədər olar? Yəni nukleotid sayını taparıq ki, 200 nukleotid var. Bu 200 nukleotidin də, çünki biz 2 nukleotiddən istifadə eləmişdik axı. 100-ü stoyzin olar, 100-ü guanin. Və bizdə də hidrogen rabitəsi bərabərdir. Nukleotid üzərinə hidrogen rabitəsi bərabərdir. Nukleotid üstə gələk stoyzin düsturundan. Nukleotidin sayını tapmaq üçün hidrogen rabitələrindən stoyzinin sayını çıxarıq. 480-dən 100-ü çıxmaqla cavabımız eləyər 300. Yəni, burada mən 180 2 qat hidrogen rabitələrinin sayını çıxdıq. Düzdürmü? Hidrogen rabitələrinin sayını. Və buna diqqət yetirməliyik. Davam edirik 9-cu sual. 153 nukleotidin kodlaşdırdığı zolal molekulu minimum neçə saniyə sintez olunur? 153 nukleotidin kodlaşdırdığı zolal molekulu. Bax, amin turşularının sayını tapmalıyıq. Biz 153-ü bölərik 3-ə, 51 triplet, 51 amin turşusu deməkdir. Maksimum, yox, üzr istəyirəm, burada minimum neçə saniyə sintez olunur deyirsə, minimum vaxt verilibsə 6-da 1-dən hesablayacaq. 51 amin turşusunda x-dirsə, 1 amin turşusunda nə qədər vaxt sərf olunur? 6-da 1. Minimum vaxt dediyinə görə cavabımız elir 8,5 saniyə. 10-cu sual. 16 mol glukoza glikoliz uğramışdır. Bu zaman əmələ gəlmiş süd turşusunun 8-də 1 hissəsi oksigeni parçalamaya məruz qalmışdır. Bu proseslər nəticəsində cəmi neçə mol ATF əmələ gəldiyini hesablayın. 16 mol glukoza glikolizə uğramışdırsa, bu ikinci mərhələdir. Bəli, 1 mol glukoza, diqqət yetir. 1 mol glukoza hidroliz olduqda 2 mol süd turşusu əmələ gəlir. Bəs 16 mol glukoza hidroliz olduqda nə qədər süd turşusu yaranar? 32 mol süd turşusu. Deyir ki, bizə deyir ki, 32 mol süd turşusunun da 4 mol 8-də 1 hissəsi neyilir? Sərf olunur. 4-də 1-i, yəni yerdə qalanı sərf olunmur. 4-də 1-i, yəni 8-də 1 o deməkdir ki, 4 mol süd turşusu sərf olunur. Bu proseslər nəticəsində deyəndə demir bizə tam parçalamaz. Bizə ümumi deyir ki, bu proseslər nəticəsində, yəni ikinci və üçüncü mərhələdə əmələ gələn ATF molekullarının sayını tapmalıyıq. Və biz buradan bir glukozadan 2 mol ATF əmələ gəlirdisə ikinci mərhələdə 16-da 32 mol ATF. Bunu yadımızda saxlayaq.
İndi bəs 4 mol süd turşusundan 2 mol süd turşusundan 3-cü mərhələdə 36 mol ATF yaranırdısa, 4 mol süd turşusundan nə qədər ATF yaranar? 72 mol. Cəmini soruşur. 72 üstə gələk 32, cəmi 104 mol ATF əmələ gəlmiş olar. Diqqət eləməliyik. Bu proseslər nəticəsindədir. Yəni ikinci və üçüncü mərhələləri nəzərə alırıq. Niyə birinci mərhələni nəzərə almırıq? Çünki birinci mərhələdə yalnız istilik ayrılırdı, ATF molekulu əmələ gəlmirdi. Və burada 8-də 1 hissəyə də diqqət yetirməliyik. Əgər 32 mol süd turşusudsa, onun 8-də 1 hissəsi oksigeni parçalamaya məruz qalır. Yəni 32-ni bölərək 8-ə 4 mol. 11-ci sual, DNT molekulunun bir zəncirində nukleotidlərin ardıcıllığı belədir. Hidrogen rabitələrinin sayını bu dim test toplusunda da var. Yanılmıramsa dəyər ya da dimdə olmalıdır. Bu cür digər zənciri yazmağa ehtiyac yoxdur. Vaxt etkisidir. Necə tapırıq hidrogen rabitələrinin sayı? Adenin və timinin sayını hesablayıb 2-yə vururuq. Yəni nə qədər adenin və timin var? Cəmi 5 ədəd. 5-i 2-yə vurarıq 10 ədəd. Sitozin və guanin nukleotidlərinin sayını toplayıb 3-ə vurarıq. Burada nə qədərdir? 4 vurulsun 3, 12. 5 vurulsun 2, 10. Cəmi 22 ədəd hidrogen rabitəsi olur. 12-ci sual, dəvənin hürgüclərində yağların parçalanması zamanı 19450 kilojul enerji əmələ gəlmişdir. Bu zaman pi toxmasında neçə qram su ayrılmışdır? 19450 kilojulu bölürük yağlarda nə qədərdir? 38,9 kilojul. Düzdür. 38,9 kilojola böldükdə eləyir 500 qram yağ. 1 qram yağın parçalanmasından da 1,1 qram su ayrılırdısa, 500 qramma isə x-dir. Ona görə cavabımız eləyər 550. 13-cü sual, DNT molekulunun kütləsi 354 minə bərabərdirsə, nukleotidlərin sayını hesablayın. 354 mini bölərik 300-ə, bununla da hesablanmış